Ötən gün Birləşmiş Ştatlarda seçkilər keçirilib və Zöhran Mamdani Nyu-Yorkun tarixində ilk müsəlman və ən gənc meri seçilib. Ekranlardan görür tamaşaçılarımız. 34 yaşı var cəmi, Demokratlar Partiyasının nümayəndəsidir və bu seçkilərdə keçmiş qubernator və müstəqil namizəd Andrew Cuomo'nu və Respublikaçılar Partiyasının nümayəndəsi Curtis Sliwa üzərində qələbə qazanıb. Maraqlı məqam ondan ibarətdir ki, Donald Trump Mamdani yox, bu seçkilərdə elə keçmiş qubernator Andrew Cuomo'nu dəstəkləyirdi, amma Hindistan və Uqanda əsilli Zöhran Mamdani bu seçkilərdə qələbə qazanıb. Maraqlı bir məlumatdır məncə. 34 yaşında və New York kimi... Mən nə yaşıtdır? Gözümə su verim bu anda. Və maraqlı məsələ odur ki, New York kimi bir şəhərin meri seçilmək bu gənc yaşda. Yəqin ki, etimad var yəqin ki, vətəndaşlar tərəfindən. Eyni zamanda qeyd eləmək istəyirəm ki, Bakıda ötən gün Azərbaycan və Fransa diplomatları arasında müzakirələr aparılıb. İstər regional, istərsə də iki tərəfli gündəliyə əsasən Azərbaycan tərəfini görüşdə prezidentin köməkçisi Hikmət Hacıyev, eyni zamanda prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov təmsil edib Azərbaycanı. Bu barədə məlumatı isə Fransanın Azərbaycandakı səfiri Sophie Lagut X hesabında paylaşıb və qeyd edib ki, Fransa tərəfini, Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin direktoru Brice Roquefey, eyni zamanda Fransa prezidentinin müşaviri Bernard Buchwalter təmsil eləyib və tərəflər arasında bayaq da qeyd etdiyim kimi istər regional, istərsə də iki tərəfli gündəlikdə olan vacib və mühüm məsələlər müzakirə edilib. Eyni zamanda səfirin bildirdiyinə görə bu görüş, ötən gün keçirilən görüş, bu yaxınlarda xatırlayırsınız Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Emmanuel Macron arasında görüş keçirilmişdi və bu görüş həmin görüş əsasında, həmin görüş fonunda iki tərəfli əlaqələrin möhkəmləndirilməsi üçün mühüm addım kimi qiymətləndirilib. Mən davam eləmək istəyirəm Avropa gündəliyimizlə. Mən 8 efirində qeyd eləmişdim ki, Avropa ölkələrinin NATO-dakı nümayəndələrinin rəsmiləri Ukraynaya səfər eləyib. Vladimir Zelenski ilə, eyni zamanda ölkənin müdafiə naziri Denis Şmıhal'la görüşüb və bu buraxılışda qeyd eləmək istəyirəm ki, əsas Avropa ölkələrindən və Ukraynanın əsas donorlarından hesab olunan Almaniya bu ildə, eyni zamanda gələn ildə Ukraynaya yardımı artırmaq niyyətindədir. Almaniya hökuməti 2026-cı ildə Ukraynaya daha 3 milyard avro yardım ayırmağı planlaşdırır. Bu barədə Almaniya mediası hökumət rəsmilərinə əsasən, oradakı mənbələrə əsasən məlumat yayıb və məlumata görə bu əlavə yardımın təşəbbüskarı Maliyyə naziri Lars Klingbeil və Müdafiə naziri Boris Pistoriusdur. Onlar hətta parlamentə yaxın günlərdə yeni qanun layihəsini təqdim eləyəcəklər və Reuters agentliyinin məlumatına görə ölkə kansleri Friedrich Merz 250, necə deyərlər, dəstəkləyib bu qanun layihəsini və qeyd eləmək lazımdır ki, ilkin olaraq qanun layihəsi 2026-cı ildə Ukraynaya 8,5 milyard avro ayrılmasını planlaşdırırdı, amma yeni qanun layihəsindən sonra 2026-cı ildə bu vəsait artırılacaq və qeyd eləmək lazımdır ki, 2025-ci ilin sonuna qədər bu il, yəni Almaniya Ukraynaya ümumilikdə 9 milyard avro ayırmağı planlaşdırır. Mən az öncə qeyd etdim, deməli Almaniya Ukraynanın müharibə başlayandan sonra ən böyük dəstəkçilərindən və Ukraynaya yardım məsələsində ən böyük donorlardan biridir və qeyd eləmək istəyirəm ki, 2022-ci ildən bu yana, yəni müharibə başlayandan nə az nə çox rəsmi Berlin Kiyevə təxminən 40 milyard avro yardım göstərib. Kifayət qədər böyük məbləğdir. Yəqin ki, müharibənin gedişatında da bu çox böyük rol oynayıb Ukraynanın lehinə. Bəli. Təbii ki, amma Vladimir Zelenski istəyir ki, bu yardımla kifayətlənməsin. Təkcə Almaniya yox, xüsusilə Birləşmiş Ştatlardan dəstək gözləyir, Vaşinqtondan dəstək gözləyir və ötən gün Avropa rəsmiləri ilə Avropa İttifaqının genişlənməyə dair konfransında bu konfransın iştirakçılarına video müraciət ünvanlayan zaman bu məsələyə bir daha toxunub və bildirib ki, Birləşmiş Ştatlar xüsusilə də Rusiya dərinliklərinə zərbələr endirmək üçün raketlərin istifadə
ifadəsinə icazəni versə daha yaxşı olar. Çünki Vladimir Zelenski hesab edir ki, məhz bu məqam müharibənin yekunlaşmasında əsas və vacib amil rolunda çıxış eləyə bilər. Eyni zamanda Vladimir Zelenski bir daha bildirib ki, Rusiya əleyhinə sanksiyalar təqdirə layiqdir, amma bundan sonraki mərhələdə də Rusiyaya qarşı sanksiyalar qorunub saxlanılsa və daha da genişlənsə, bu Kiyevə çox böyük dəstək ola bilər. Eyni zamanda bəzi suallara cavab verib Vladimir Zelenski və qeyd edib ki, daha doğrusu jurnalistlər ondan soruşublar ki, hərbi yolla münaqişənin həlli mümkündürmü? Vladimir Zelenski cavabında deyib ki, hərbi yol məhz Rusiyanın seçimidir, amma Rusiya hərbi yolu Ukrayna üzərində qələbə qazana bilməyəcək, çünki Ukrayna sonuna qədər öz mübarizəsini davam etdirəcək və bu mübarizəni davam etdirmək üçün təbii ki, Zelenski bildirib ki, Avropa və Amerika tərəfdaşlarından çox böyük dəstəyə ehtiyacı var. Elə Avropadan danışmışkən, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas 2030-cu ilə qədər Avropa İttifaqına qoşula biləcək 4 ölkənin adını açıqlayıb. Bu ölkələr arasında Albaniya var, Moldova, Ukrayna və Montenegronu xüsusilə qeyd eləyib. Kaja Kallasın bildirdiyinə görə Avropa İttifaqına Ukraynanın qoşulması çox böyük yardım edə bilər Ukraynaya, həm də Rusiyaya qarşı mübarizədə. Sərhədlərin belə deyək, xəyali formada da olsa aradan qalxması deməkdir, yəni artıq bir çox ölkələr arasında. Təbii ki, xüsusilə iqtisadi sahədə Ukraynaya çox böyük kömək olacağı gözlənilir. Amma digər tərəfdən Vladimir Zelenski də bu məsələyə xüsusilə münasibət bildirib və qeyd edib ki, Ukrayna Avropa İttifaqının digər tərəfdaşları, digər üzvləri kimi ümumiyyətlə məhdudiyyətsiz üzvü olmalıdır. Bu prosesdə heç bir məhdudiyyət olmamalıdır. Mən qeyd elədim ki, Avropa İttifaqının ali nümayəndəsi 4 ölkənin adını çəkdi, amma xatırlayırsınızsa, bir neçə il bundan əvvəl regionumuzdakı Gürcüstanın da Avropa İttifaqına qoşulması çox böyük gündəmdə idi. Amma vəziyyət qəlizləşib deyəsən orada. Bəli, hesabata əsasən Avropa İttifaqına Gürcüstanın qoşulması Avropa rəsmilərinin bildirdiyinə görə 2024-cü ildən etibarən faktiki olaraq dondurulub, dayandırılıb. Bununla bağlı hesabatda da məlumat verilib və Avropa Komissiyası müəyyən edib ki, Gürcüstanın Avropa İttifaqına qəbul edilməsi prosesi 2024-cü ilin dekabrında Avropa Şurasının qərarına və Gürcüstandakı geriləməyə əsasən dondurulub. Məsələn, Avropa İttifaqının rəsmiləri belə düşünür və Kaja Kallas da açıqlamasında buna münasibət bildirib və qeyd edib ki, Gürcüstanda baş verən dinc nümayişlərə qarşı zorakı davranan şəxslərlə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Sanksiyaların tətbiqi nəzərdə tutulur, amma Avropa İttifaqına üzv olan ölkələr arasında bununla bağlı hələ ki yekdil bir qərar yoxdur. Mən davam eləmək istəyirəm elə bu mövzuyla. Gürcüstan rəsmiləri də bu məsələyə münasibət bildirib və bildirib ki, Avropa İttifaqının bu quruma, bu təşkilata üzvlük məsələsindən siyasi alət kimi istifadəyə yönəlmiş cəhdləri pisləyiblər. Belə deyək, qarşılıqlı söz atışmaları gedir Gürcüstanla Avropa İttifaqı arasında. Biz dünən də bu barədə danışdıq. Elə Süleyman da kifayət qədər bizə məlumat verdi. Amma bu ritorika ilə Gürcüstan, yenə də deyirəm, şansını mən yüksək qiymətləndirmirəm. Gələcəkdə necə olar, təbii ki, bilmirik. Amma ən azından hələ ki, belədir vəziyyət. Təbii ki, zaman göstərəcək, istər regionda, istərsə də dünyada baş verəcək prosesləri. Mən yaxın şərqlə davam eləmək istəyirəm. Bilirsiniz ki, qısa müddət öncə Qəzzada İsrail və Həmas nümayəndələri arasında atəşkəs imzalandı. Hazırda bu proses hökm sürür və artıq bu prosesə cəlb olunan ölkələr, xüsusilə də Birləşmiş Ştatlar artıq qarşı günlərə baxır və Birləşmiş Ştatlar BMT-yə Qəzzada məcburiyyətmə qüvvələri yaradılmasını təklif eləyib. Vaşinqtonda hesab eləyirlər ki, BMT-nin Təhlükəsizlik Şurasının bir neçə üzvü, yəni bir neçə ölkə Təhlükəsizlik Şurasında təmsil olunan bir neçə ölkənin iştirakı ilə Qəzzada artıq məcburiyyətmə qüvvələri yaradılmalıdır və əsas məqsəd Qəzzanın İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda mülki əhalinin və humanitar dəhlizlərin qorunması, həmçinin Qəzzada fəaliyyəti başlanacağı Fələstin polisinin hazırlanması, eyni zamanda bu
polislərlə birlikdə əməliyyatların təşkili prosesinə cəlb olunacaqlar bu məcbur etmə qüvvələri. Burada bəzi qeydləri eləmək istəyirəm mən. Bu məcbur etmə qüvvələri sülhməramlı qüvvələrlə eyniləşdirilməməlidir. Məhz Birləşmiş Ştatlar bunu vurğulayır. Çünki burada məqsəd yeni qüvvələrin yaradılmasıdır və hesab olunur ki, Birləşmiş Ştatların dəstəkli, xüsusilə Donald Trumpın belə deyək, təşəbbüskarı Donald Trumpdır bu məcbur etmə qüvvələrinin və onun dəstəyi ilə bu qüvvələrin Qəzzada məhz 2026-cı ilin yanvarından etibarən yerləşdirilməsi nəzərdə tutulur. Mən Birləşmiş Ştatlardan və Donald Trumpdan danışdım. Xatırlayırsınızsa, bizim bir neçə buraxılışımızdan öncə Birləşmiş Ştatların, xüsusilə Donald Trumpın Nigeriyada əməliyyatlara başlaması barədə məlumatlar vermişdim. Bəli, terrorçulara qarşı Birləşmiş Ştatlarda hesab edirlər ki, Nigeriyadakı xristianlara qarşı zoraki əməllər var, aqressiya var və bu səbəbdən əməliyyatlara başlamaq istəyir və bu əməliyyatlar çərçivəsində bu əməliyyatları xüsusilə pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirmək istəyirlər. Bununla bağlı Birləşmiş Ştatların CNBC telekanalı mənbələrə istinadən məlumat yayıb. Amma hələ ki bu qərar yekun qərar deyil. Bununla bağlı hazırda da danışıqlar gedir. Hətta hökuməti də günahlandırırdılar. Yəni ki, Nigeriya hökumətinin açıqlamalarının da bunda rolu var. Çünki onlar da belə deyək, belə təmkinli açıqlama verdilər ki, biz özümüz də müharibənin əleyhinəyik, belə insanlar ölməsin, terrorun əleyhinəyik falan. Elə Nigeriya hökumətinin açıqlamalarından söz düşmüşkən qeyd eləmək istəyirəm ki, rəsmi dairələr Donald Trumpın iddialarını, Birləşmiş Ştatlardan gələn iddiaları təqzib eləyirlər və bildirirlər ki, ümumiyyətlə din azadlığı var ölkədə və sırf xristianlara qarşı burada hər hansı zoraki əməllər həyata keçirilmir, amma ümumilikdə buradakı terror proseslərini istisna etmirlər, qeyd eləyirlər ki, yəni terror baş verirsə, bu sırf xristian olduqlarına görə yox, ümumilikdə insanlara qarşı baş verir. Bəli, amma Nigeriya hökuməti eyni zamanda terrorla mübarizədə Birləşmiş Ştatlarını dəstəyini xüsusilə vurğulayır və bildirir ki, bir neçə ildir ki, Birləşmiş Ştatlar məhz terrorla mübarizədə Nigeriya hökumətinə yardımçı olurlar. Mən keçid eləmək istəyirəm bizim növbəti və sonuncu xəbərimizə. İlk dəfə kosmosda ət və toyuq qızardıblar Çinli astronavtlar. Mən artıq kosmosa getməyi düşünə bilərəm. Yavaş-yavaş. Çinin yer orbitində qurduğu Tiangong kosmik stansiyasına göndərilən taykonavtlar, kadrlardan da görürsünüz, çox iştahlı görünür. Qəşəngdir. Səhər tezdən. Bizim səhərimiz çoxdan açıldı. Yəni bu bizim üçün artıq səhər yeməyi hesab olunmur. İstənilən halda. Nahar yeməyi hesab eləyə bilərik. Gedər. Yaxşı gedər. Və Çin kosmik stansiyasının rəsmiləri bildiriblər ki, bu proses həyata keçirilən zaman heç bir tüstü buraxılmayıb ətrafa və bu səbəbdən yaxın gələcəkdə bu prosesin inkişaf etdiriləcəyi gözlənilir. Eyni zamanda rəsmilər orbitdəki qida çeşidinin 190-dan çox olduğunu və təzə tərəvəz, tort və ət kimi məhsulların artıq bundan sonraki prosesdə bişirə biləcəyini qeyd eləyirlər. Getmək olar. Getmək olar. Ümumiyyətlə kosmosa da artıq yəni təkcə planet yox, kosmosda da belə normal oturmaq olar. Başımızı aça bilərik. Mən düşünürəm ki, yaxın illərdə artıq bəzi ölkələrdə bununla bağlı təşəbbüslər var. Turist səfərləri kosmosa və mən düşünürəm ki, yemək probleminin həll edilməsinin çox böyük rolu olacaq. Bundan sonra daha çox istəyən olacaq. Ümumiyyətlə turistlər arasında bizim ölkəmizdən və qonşu Türkiyədən adamlar aparsınlar, biz onlara orada yəni ideyalar da verərik ki, başqa nə etmək olar yemək məsələsində. Özümüzdən kebabçılar falan aparıq. 100%. Məndən səhərləri Təşəkkür edirik. Bu günlük sağollaşıram. Yenə görüşəcəyik. Bəli, yenə görüşəcəyik növbəti günlərdə, hörmətli izləyicilər. Siz isə dünyada və regionda baş verən siyasi, iqtisadi və digər proseslərlə yaxından tanış olmaq üçün xəbərin zamanını izləməyi unutmayın. Sağ olun, salamat qalın.